Sizin nəticələriniz göz qabağındadır. Bu Plexi cihazı ilə olan nəticədir. Məsələn, bu dolğu ilə anında ağız ətrafı, bu ağız ətrafı düşmələr insanları çox yaşlı göstərir. Anında ləkənin cəmi 4-5 seansın nəticəsidir bu pasiyentdə. Ağız ətrafı dolğu, bəli. Baxın, mən elə bu görüntünün üzərindən danışmaq istəyirəm, ləkə gedib bu xanımda. Bu görüntü üzərindən danışmaq istəyirəm ki, çox xanım, mən də xanımlardan danışıram, amma bəylərdə də bu şeyi mən görmüşəm. Qırışı olur, 30 yaşı, 25 yaşı, fərq eləmir, yaşın orada nə əhəmiyyəti var ki? Qırışı olur, artıq 3 il, 4 il qırışla gəzir, çapığı olur, çapıqdansa heç botoks təsir eləmir ona. Belə xəstələrdə 14 gün sonra nəticəyə baxırıq, ehtiyac olanda artıq yarım qram da olsa dolğu tətbiq edilir. Məcbur ki, o qırış aradan qalxsın. Bayaqki ləkəyə qayıdaq, o ləkə nə ləkə idi? Yox, bir sonraki ləkə. İrəli gedək, zəhmət olmasa. Bəli, baxın bu xanımda daxildən də müalicə olundu. Mütləq bu da qaraciyər fermentləri, triqlizitlər, lipid spektri yoxlanılır, ultrasəs abdominal müayinəsi və üzdən sırf ləkə üçün preparatlar. Və mən onu da qeyd edim ki, bəzən pasiyentlər deyir ki, inyeksiya yox da doktor, biz olarmı, nə fraksion lazer, hər hansı bir cihazlarla, mən ümumiyyətlə bir həkim olaraq aparat kosmetologiyasına inanmıram və tətbiq etmirəm. Yəni pasiyentə dərman maddəsi tətbiq etmədimsə, oradan bir nəticə gözləmirəm və çox təəssüflər olsun ki, günümüzdə fraksionalın da fəsadları ilə, onun yanığı ilə də, istər epilyasiyon lazerində, yanıqları ilə yenidən qayıdan dəri yanığı ilə müraciət edən pasiyentlər. Bu uşaq vaxtı əməliyyat olub böyük bir xaldan və çapıq yaranmışdı. Baxın, çapığı bu bir seansın nəticəsidir. Bir seansa gedib. Bir seansın, tam nəticəni əldə etməmişik burada, amma böyük bir nəticə vardı. Bu hansı prosedurdur? Biorevitalizasiya, sırf çapıq üçün olan biorevitalizasiya. Çox möhtəşəm dəyişiklikdir, digər hər birinin görüntülərimizə öz dərman maddəsi vardır. Əlimiz, yaşımızı göstərən əlimiz. Baxın, icra olunmayıb, olunub, yəni anında olan nəticədir. Hələ getdikcə daha gözəl nəticəni. Mütləq şəkildə əlimizə üzümüz, boyun, dekoltə, əllər eyni baxılmalıdır. Boyun nahiyəmizi bəzən unuduruq biz. Biz xanımlar boynumuzu, dekoltə nahiyəmizi unuduruq. Buradakı görüntülər... 5 nöqtə effekti idi bundan əvvəlki xanımda. Bu ağız ətrafı qırış bir tərəfi olunub, olunmayıb. Yəni bu prosedurları edəndə anında pasiyent belə deyək, kabinetdən bir 10 yaş cavanlaşıb çıxır. Yəni bunlar da öz yeri var, həqiqətən. Bunlar da lazımdır. Siz də əgər 40 yaşınız, 50 yaşınız varsa, bir 10 yaş, 15 yaş cavanlaşmaq istəyirsinizsə, mütləq Səkirə xanım Abdullayevanın qapısını döyməlisiniz. Qapımız İnam Tibb Mərkəzində hər kəsin üzünə açıqdır, rahatlıqla qəbullara yazıla bilərsiniz və gələ bilərsiniz. 055 680 08 30 nömrəsini əlaqə saxlayıb peşəkar mütəxəssislərə müraciət edə bilərsiniz.